Azərbaycanda milyonlarla sürücünü maraqlandıran bir qərar qəbul edildi və sistem kökündən dəyişdi. Bugün bunu danışacağıq. Həm niyə edildiyini, həm də sığortalı baxımından ədalətli olub-olmadığını. Azərbaycan 10 illiklərdir istifadə etdiyi bonus-malus sistemini ləğv etdi. 1-6 iyundan qüvvədə olan yeni sistemin adı sığorta tarixçəsi əmsalı. Artıq primi müəyyən edən şey avtomobil deyil, sürücünün keçmişidir. Bəs bu dəyişiklik niyə edildi? Budur, oha dedirdən rəqəm buradadır. Mərkəzi Bankin məlumatına görə, icbari nəqliyyat sığortasında zərərlilik dərəcəsi 113%-ə çatmışdı. Yəni şirkətlər topladıqları hər bir 0,0 manata qarşılıq 1,3 manat ödəyirdi. Bu, davamlı olmayan bir vəziyyətdir. Sistem məhz buna görə dəyişdirildi. İndi yeni qaydalara baxaq. Qusursuz, qəzasız bir il keçirən sürücü 5% endirim qazanır. Təqsirli və təzminat ödənilən bir qəza törədən sürücünün priminə isə 300% əlavə olunur. Əmsal ən aşağı 0,60, ən yüksək 3 ola bilir. Yəni intizamlı sürücü zamanla 5,0%-ə qədər endirim qazana bildiyi halda, təqsirli sürücü preminin 3 mislinə qədər ödəyə bilir. İslahatı müdafiə edənlərin bir haqlı məqamı var. Əvvəlki sistemdə cərimə çox zaman avtomobil sahibinə yazılırdı. Halbuki qəzanı başqası törətmiş ola bilər. Yeni sistemdə isə məsuliyyət birbaşa qəzanı törədən sürücüyə bağlanır. Bu baxımdan daha ədalətli, daha şəxsi bir yanaşmadır. Yaxşı sürücü mükafatlandırılır, diqqətsiz sürücü nəticəsinə qatlanır. Amma burada sığortalının tərəfindən bir sual vermək lazımdır və bu sual önəmlidir. Bir sığorta sahəsi zərər edirsə, bunun yeganə səbəbi sürücülərdirmi? Bir sahənin zərəri eyni zamanda qiymətləndirmənin, risk idarəçiliyinin, yəni sistemin öz qərarlarının da nəticəsidir. O halda bu sual yerinə düşür. Zərər 1,3%-ə çatanda bunun faturasını birbaşa sığortalıya kəsmək bir həll yoludurmu, yoxsa asan bir yolmu? Bir tarazlıq sualı da var. Tək bir qəza primi bir anda 3,0% artırarkən, qəzasız keçən bir ilin mükafatı yalnız 5%-dir. Yəni, bir səhvin cəriməsi 6 ilin mükafatına bərabərdir. Cərimə ağır, mükafat ciliz. Bu tarazlıq sürücünü qoruyanmı, yoxsa sıxışdıranmı? Cavabını hər kəs öz vicdanında verəcək. Bizim buradan çıxardığımız nəticə budur. Sığortada bir nəticəni düzəltməyin ən asan yolu faturanı ən zəif tərəfə, yəni sığortalıya kəsməkdir. Amma ən doğru yol həmişə ən asan yol deyil. Əsl həll riski əvvəlcədən doğru qiymətləndirməkdir. Pis nəticəni sonradan sığortalıya ödətmək deyil. Azərbaycanın atdığı addım həm cəsarətli, həm mübahisəlidir. Yaxşı sürücünü mükafatlandırması müsbətdir. Amma tarazlığı sığortalının əleyhinə qurması üzərində düşünülməli olan bir sualdır. Və bu sual yalnız Azərbaycan üçün deyil, faturanı həmişə sığortalıya kəsmə vərdişi olan hər sığorta bazarı üçün keçərlidir. Sığortanın səsi, sektorun ortaq səsi.